37-ci sualda qalmışdıq. Deməli, səsli qız əsərindən verilmiş klasteri tamamlamayacaq fikirləri müəyyən eləyin. Sara obrazı ilə bağlı. Baxaq, düz fikirdir, yoxsa səhvdir. Qalib şahın əlini öpərək zahirən onu şahı kimi qəbul edildiyini göstərir. Düzdür. Deməli, biz yanlışları seçməliyik. Ölkəsini məruz qaldığı həqarətdən xilas etməyin yolunu qalib şahı öldürməkdə görür. Düz fikirdir. Rəqqasələri oynamağa təşviq edərək meyə zəhər qatmağı bacarır. Burada təşviq eləməyi o təşviq eləmir. İntiqam almaq məqsədilə qalib şahın məclisinə oxumağı qəbul edir. Bu da yanlış fikirdir. Çünki intiqam almaq məqsədindən gəlməmiş, sadəcə yerliləri gətirmişdi. O anda ağlına gəlir ki, intiqam alsın. Oxuduğu şərqidə ölkəsinin düşdüyü ağır vəziyyət diqqətə çatdırılır. Bəli, deyir, gör ki, kimlər çıxdı taxta, söndü, baxdın. Belə hissələr var orada. Məğlub şahın bacarıqsızlığına görə ölkənin xarabalığa çevrildiyini düşünür. Deməli, bunu götürə bilmirik. Bilirsiniz nəyə görə? Çünki məğlub şahın bacarıqsızlığına görə ölkənin xarabalığa çevrildiyini düşünən Sara yox, müəllif idi. Ona görə 5-i düz götürə bilmirik. Yanlışdır. Arqonun öldürülməsinə qalib şahı günahkar olaraq görür. Bu düzgün fikirdir. Ona görə burada olacaq 2 idi, səhv eləmirəmsə. 2, 3, bəli, 5 olan variantlar. 38-ci suala baxırıq. Klasteri tamamlamayacaq fikirləri istəyir. Baxaq görək, düz fikirdir, yoxsa səhv fikirdir. Deməlidir ki, lirik qəhrəman xalqın həqiqi azadlığa qovuşması arzusu ilə yaşayan vətənpərvər obrazdır. Burada Azərbaycan bayrağının xalqın həqiqi azadlığa qovuşması ilə bağlı olan bir məqam yoxdur deyənə, bunu yanlış götürməliyik biz və bunu da tamamlamayan fikirlər düzgün fikirlər olmalıdır. Vətən bayrağına ölkə vətəndaşlarının münasibətən yer verilmişdir. Yanlış fikirdir. Bu, bunu tamamlayır. Ona görə biri götürmürəm. Vətəndən uzaq olan şair xəyalında bayrağının səmalarda sınıb dalğalandığını canlandırır. Bu yanlış fikirdir. Nəyə görə? Çünki o vətəndən uzaqda deyildi. Parlament binasının qabağında olanda diqqətə gəlir. Türkistandan əsən yerlərin bayrağı salamlamaq üçün gəldiyi qeyd olunur. Burada deyir ki, Türkistan yerləri öpüb alınır. Bu o deməkdir ki, yəni Azərbaycan bayrağı sanki bütün o türk ellərin arasında gəzdirilir. Yəni orada salam vermək məqsədindən bu yanlış fikirdir. Bunu götürə bilmirik. Bayrağın Elxanın və müsəlman bəyinin xeyir duasını aldığı üçün əbədi olacağı belə bir məqama rast gəlmirik. Bayrağın səmalarda dalğalanması lirik qəhrəman sevinç gözyaşlarına bəli səbəb olur. Bayrağın göy və qırmızı rənginin türk soyundan gəldiyi vurğulanmışdır. Bəli, bunu da düz götürə bilərik. Orada Qayı xan soyundan aldığı rəngi qucamışdır Elxanla müsəlman bəyi. Bu hissələrdə biz bayrağın göy və qırmızı rənginin türk soyundan gəldiyi vurğulanmağı düz fikir kimi götürülməlidir. Deməli, 38-də olmalıdır Y variantı. 39-a baxaq. Deməli, Əhməd Cavadın Səsli qız poemasına əsasən yanlış fikirləri seçin. Doğmasının və yurdunun intiqamını almaq səbəb olaraq verilir. Hadisə, Sara sözü bir daha əlində gülgün qədək, rəqqasələr də qalxıb başlayınca süzməyə, iti bir hərcə ilə zəhər qatdı qızmaya. Burada hadisə olan budur. Səbəbi kimi. Bu doğru fikirdir. Yanlış götürə bilmirəm mən bunu. İstiqlaliyyəti əlindən almış ölkənin ağrı və acılarını ifadə etmək üçün lirik parçadan istifadə. Bu hissəyə aid deyil də buna. Bunu yanlış götürərik. Saranı ölkənin ulduzu kimi təqdim eləmək, bunu götürə bilərik. Çünki burada onu təqdim eləyirlər deyənə. Əslində bunu da götürə bilmirik. Nəyə görə? Çünki ölkənin ulduzu kimi təqdim eləmək hissəsinə aid deyil bu hadisə. Bu ondan sonraki hissədir. Ona görə 3-ü də götürməliyik. Sonra baxırıq 4-ə. Xalq üsyanının başlaması ilə işğalçı qövlən ölkədən çıxdı. Bəli, bu zəhər qatandan sonraki hadisənin nəticəsidir ki, xalq üsyanı başlayır. Bu düz fikirdir. 4 olanları gəlin çıxaq. Səhər Xaqanın ölümü və çaxnaşma. Burada biz Səhər Xaqanın ölümü ilə çaxnaşmanın baş verdiyini əlbəttə ki görürük. Azadlıq və istiqlalın bərpa olunması ilə yeni dövrün başlaması. Orada deyir ki, sənin belə azadlıq deyincə düşünmədir, olmadır belə şad deyir. Saranın ölkəsi köhnə mənada azad. Yəni bu hadisənin nəticəsi kimi bunu götürə bilmirik. Ona görə də düzgün cavab olmalıdır. 2, 3, 6. Deyəsən, az qalıb. 2 testimiz qaldı. Deməli, 40-cı suala baxırıq. Əhməd Cavadın Səsli qız əsərindən bağlı cədvəldən uyğunsuzluğu deyir, müəyyən eləyin. Baxaq görək.
Hər ikisi ilə bağlı doğrudur. Yalnız biri ilə bağlı yanlışdır. Aha. Baxaq, hər ikisi ilə bağlı doğru fikrə baxırıq. Müəllifin tənqid və ittihamlarına məruz qalır. Məğlub şah qalır, amma o birisinə aid eləyə bilmirik. Buna çıxdıq. Ölkə xalqına qarşı etdiyi haqsızlıqlar real lövhələrlə canlandırılır. Burada məğlub şahınki də var. Şah obrazlarla bağlı. Bizdən uyğunsuzluq istəyir. Bunu diqqətdə saxla. Uyğunsuzluq istəyir. Baxın, biri götürə bilmirik. Çünki bir uyğundur. Bir götürə bilmirik. Bir getdi. Ölkə xalqına qarşı etdiyi haqsızlıqlar real lövhələrlə canlandırılır. Bunu götürə bilmirik. Uyğunsuz variant olur. Sonra baxaq 3-ə. Mərmər sütunlu qəsrdə qurduğu çift məclisinin təsvirinə yer verilmişdi. Bunu biz hər ikisi ilə bağlı doğru götürmürük. Çünki o quran adam məğlub şah idi. Qalib şah sadəcə gəlir orada iştirak edir. Bunu götürmürük. 2, 3. Yalnız biri ilə bağlı yanlışdır. Allahlıq iddiasında olan şah obrazıdır. Bəli, bu bir üçün doğrudur, bir üçün yanlışdır. Uyğundur, yəni 4-ü götürmürəm. Məğlub ölkənin pənah yeri hesab olunur. Bu da deməli məğlub şaha aiddir. Yəni yalnız bir üçün doğrudur, bir üçün yanlış sayılır. Doğrudur, uyğun gəlir. Öz yaxın adamlarının xəyanətinə məruz qalır. Məğlub şah da məruz qalır. Eyni zamanda burada yanlış kimi götürəcəyik bunu. Çünki öz yaxın adamlarının xəyanətinə məruz qalır. Bu hər ikisi üçün yanlışdır. Məğlub şah xəyanətinə məruz qalır deyəndə orada onların yəni xəyanəti təsirində gəlib uduzmur da. Yəni xəyanəti ölkəni qoyub gedəndən sonra bunlar başlayırlar yeni təzə gələn qalib şaha deməli yaltaqlanmağa. Burada öz yaxın adamının xəyanətinə uğramaq o deməkdir ki, məsələn, İskəndərnamədə Dara öz yaxın adamlarının xəyanətinə məruz qalır. Belə deyək də, məsələn, orada gəlirlər Daranın adamları İskəndərə deyirlər ki, sən bizə xəzinədən bol-boluca ver, biz Daranı öldürək. Düzdür, İskəndər buna inanmır. Deyir ki, yəni bacara bilməzlər. O boyda Daradır, onu öldürə bilməzlər. Amma iş elə gətirir ki, onlar Daranı öldürürlər və gəlirlər İskəndərdə deyirlər ki, gəl öz gözünlə gör, biz Daranı öldürdük, bütün xəzinəni də sən aç bizə. İskəndər gedir, görür, çox peşman olur və necə söz vermişdi, Daranın adamlarına gətirir xərac, xəzinəni qabaqlarına tökür, amma ondan sonra onları hamının içərisində öldürür ki, başqalarına da görk olsun və burada öz yaxın adamlarına xəyanət, bax bu deməkdir. Yəni biz burada belə bir şey bu əsərlə bağlı görə bilmirik deyənə, biz bunu uyğunsuz variant kimi götürməliyik. Ona görə də o doğru variantımız olar. C variantı. Əhməd Cavadın cavabını yazıblar. Səsli qız əsərlə bağlı cədvəldən uyğunluğu müəyyən eləyin. Deməli, deyir ki, Sara və səsli qızın oxuduğu şərqidə ölkəsinin ümumi mənzərəsi canlandırılmış. Burada səsli qız oxumuraq, Sara oxuyur. Bir yanlışdır. Səsli qızın səsi bülbülün səsinə bənzədilir və müəllifin onun səsinə olan heyranlığına yer verilir. Səsli qızın səsi bülbülün səsinə bənzədilir. Düzdür. Və müəllifin onun səsinə olan heyranlığına yer verilir. 2 doğrudur. Müəllif özünü zülmün və haqsızlığın canlı şahidi kimi təqdim eləyir. Burada biz bunu hardasa götürə bilərik. Müəllif özünü zülmün və haqsızlığın canlı şahidi kimi təqdim eləyir. Bunu götürməsək də olar, yanlış. Din xadimlərinin riyakarlığı və yalançı fətvalar verməsi tənqid olunur, doğrudur. Qalib şahın gəlişi məqsədi ilə qapalı çarşı xalılarla bəzənir, kilsələr, canlar çalınır, doğrudur. 2. Bir dəqiqə, biz bunu niyə belə yazdıq? Uyğunluğu bizdən istəyir. Biz bunu belə yazmalı deyildik. Bir dəqiqə. Baxın, bir yanlış fikirdir, düzdürmü? Bir olanları çıxdıq. Səsli qızın səsi bülbülün səsinə bənzədilir. Bəli. Müəllifin onun səsinə olan heyranlığına yer verilir. Bu doğru fikirdir. 2-ni götürə bilərik. Uyğundur. Müəllif özünü zülmün, haqsızlığın canlı şahidi kimi təqdim edir. Bəli, yanlışdır. Sonra 3-ü. Din xadimlərinin bir
deməli, riyakarlığı, yalançı fətvalar verməsi tənqid olunur. Hə, bu doğru fikirdir. Məni çaşdırır. Doğru fikirdir. Buna görə 4-ü götürmürük. Çünki qabağında yanlış yazılıb. 4 olanları da çıxdıq. 2 ilə 3-ü hələlik götürürük və qalib şahın məqsəd bu gəlməsi bəli 2, 3, 5 olmalı. Burada yanlış söz məni çaşdırır. Bu doğru fikirdir. Qabağına plus atmışam. Deməli 41-də olmalıdır B variantı. Çünki müəllifin orada səsli qızın səsini bülbülə bənzətmə məqamı var. Deyir ki, əsərdə hətta belə bir hissə var. Deyir, bülbülün səsi kimi qaynayır incə səsin. Sanki deyir, ömrüm uzanır, uzandıqca nəfəsin. Ona görə də səsli qızın səsi bülbülün səsinə bənzədilir. O 41-də olmalıdır B variantı. Belə. İnşallah faydalı olar. Bəyənməyi və paylaşmağı, eyni zamanda Instagram hesabıma abunə olmağı unutmayın. YouTube kanalıma da abunə olmağı unutmayın. Çünki hər iki səhifədə maraqlı qeydlər, hər gün faydalı məlumatlar paylaşılır. Ümid edirəm ki, faydalı olar. Sağ olun.